yağışlı, qarlı havalarda davamiyyət təbii ki, zəif olurdu bizdə. Amma bu günləri bu yolun çəkilişi davamiyyətimizin 95 və 100% arasında olması deməkdir. Yol bərbad olanda bu dağılır, aşı sınır, dağılır, eşiyimiz sınırdı, arımız ölürdü, çətinlik çəkirdi. Amma şükür Allaha yollarımız düzəldi, rahatlaşdı. Gündəlik ən əsas 30-40 nəfər müştərimiz gəlir. Biz 3 nəfər işləyirik hal-hazırda. Biri anamdır, mən, bir də qızlar, burada xanım var, o kömək eləyir bizə, sağ olsun. İşimizi çatdıra bilmirik. İşimizi böyütsək, inşallah onda əlavə işçilər də götürəcək. Сейчас здесь огромное количество фламинго. Такого количества мы не видели раньше. Здесь около 4000 фламинго на данный момент. На том конце озера около 30 тысяч уток. Примерно около 5000 лысух, кашкалдаков. На этом озере вообще в целом зимой обитает огромное количество охраняемых редких видов. Уже второй год после окончания дорожных работ мы видим, что количество птиц на этом озере значительно возросло.